gözünden bir haber. Gafil oyan, gafil oyan. Mirzə Ələkbər Sabir öz iti təbi və hazır cavablığı ilə məşhur olan şairlərimizdəndir. Dostu mərhum Əbbas Səhət yazır: Sabir duzlu danışığı, zarafatçılığı və hazır cavablığı ilə qısa müddətdə alimlərin və yüksək təbəqənin yanında məşhurlaşır. Hamının sevgisini qazanır. Xüsusən də ustadı Seyid Əzim Şirvaninin göz bəbəyi olur. Sabir bir gün ustadı Seyid Əzimlə birlikdə səfərdən gəlmiş bir nəfərin görüşünə gedir. Səfərdən gələn şəxs çamadanından 10 dənə limon çıxardıb, ikisini Seyidə, birini də Sabirə verir. Və Sabirə deyir ki, buna aid bədahətən bir şeir qoş. Sabir biraz fikirləşib bu beyti deyir: Xümsi şərabı Seyyidə saqi verib dedi, Sabir fəqiridir, yetər ancaq zəkat ona. Yəni, saqi şərabın xümsünü Seyidə verib dedi, Sabir fəqirdir, ona ancaq zəkat bəs eləyər. Seyid Əzim də zahirən Sabirin dilindən bədahətən bu beyti söyləyir və Sabirə təklif eləyir ki, öz şeirini əlavə eləsin. Seyyiddir ustad mənə, nəzm-i nəsridə, möhtac istifadədədir kainat ona. Mənim ustadım Seyyiddir, nəzm və nəsrdə kainat faydalanmaqda ona möhtacdır. Sabir ənənəvi şeir rəmzlərindən istifadə edərək səfərdən qayıdan şəxsi saqi yerinə, limonu da şərab yerinə qoyur. Müsəlmanlar hər il öz qazanclarından iki cür dini vergi ödəyirlər. Bir xüms, bir zəkat. Xüms qazancın 1/5-dir və yalnız seyidlərə verilir. Zəkat isə qazancın 1/10-dir. Fəqirlərin, yəni yoxsulların haqqıdır. Şair beytdə səfərdən qayıdan şəxsin 10 limondan 2 dənəsini, 1/5-ni Seyid Əzimə verməsini xüms kimi, bir dənəsini, 1/10-ni Sabirə, yəni özünə verməsini isə zəkat kimi təqdim edir.